Sabahınız xeyir dostlar. Sabahınız xeyir. Kafama çıxdı. Yeni bir şəhər, yeni bir kəşf. Bu dəfə ölkənin şimalına gedirik, Novi Sad şəhərinə. O da balaca bir şəhərdir, amma görməli yerləri var. Nə düşünürsən? Düşünürəm ki, maraqlı olacaq. Gedək görək. Amma çox soyuqdur, həddən artıq soyuqdur. Burada mənfilər də artıq, mənfi 1-2-dir. Çox. Hələ səhər saatlarında bu qədər soyuqdur. Günortaya biraz daha isinir. İndi gedək Novi Sada, təzə avtovağzala getməliyik. Oradan avtobusdan saat yarıma Novi Sada gedib. Bugün yolumuz daha qısadır. Nişə baxan da qısadır. Gedək ora. Flixbusla gedirik Novi Sada avtovağzaldayıq. Haradasa 2 nəfərə 14 manata başa gəlir. Saat yarımlıq yoldur. Nəhayət ki, avtobusumuza mindik. Axır ki, gedirik Novi Sada. Avtobusumuz amma çox yaxşıdır. Belə avtobus məncə bizə də şəhər arası Bakı, Gəncə lazımdır ən azından. Avtobusumuzun adı Flixbus gedir. Flixbus əslində Avropada hər yerdə, hər istiqamətdə gedir. Serbiyada da var. Əsas panoramik görüntüsüdür. Onu indi göstərəriz. Göstərəcəm sizlərə. Burada bizim yerimiz ən ön sıradadır. 2 mərtəbəlidir avtobus. İkinci mərtəbəsinin ən birinci sırasıdır. Qəşəng belə panoramik bir görüntüsü var və kreslolar belə rahatlıqla arxaya eləyib uzanmaq olur. Ən arxaya qədər gedir. Ən arxaya qədər gedir. Avtobusumuz belədir, monitoru var. Bilmirəm niyə işləmir. Burada qabağımıza əşyalarınızı qoya bilərsiniz. Şarj yeri var. USB üçün, adi belə başlıq taxmaq üçün. Yuxarıda sonra belə bassan yəqin çay gətirirlər belə bir. Biz buna aradasa Belgraddan Novi Sada 1 saat yarımlıq yoldur. Təxminən bizim pulla elə deyir 17 manat falan. 18-17 manat 2 nəfərə. Necə yaxşıdır. Sadəcə gediş. Sadəcə gediş üçündür. Plesao bih s tobom kroz najprometnije ceste, jedan tango kroz crveno. Axır ki, saat yarımlıq yoldan sonra gəlib Novi Sada çatdı. Arxamızda da məşhur Məryəm Ana Katolik kilsəsi şəhərin düz mərkəzində yerləşir. Yəni, hər yerə buradan demək. Avtovağzaldan aradasa 1.5 kilometrik məsafədədir. Avtobusdan 5 dəqiqə gəlmək olur. Burada hava çox daha yaxşıdır, günəşlidir və günəşli hava görəndə mənim istər-istəməz enerjimi, motivasiyam daha çox olur, yüksəlir. Hava daha istidir. Belə gedək. Amma Belgraddan fərqli olaraq burada ödəniş var. Avtobus ödəniş var. Biz elə bilirdik ki, bütün Serbiya üçün keçərlidir o qanun. Ancaq amma deyilmiş, sadəcə Belgradda. Sadəcə Belgradda avtobus ödənişi almırlar. Daha doğrusu avtobus ümumiyyətlə bütün şəhər içi transportlarda bir dənə. Amma qalan şəhərlərdə demək olar ki, hamısında ödəniş var. Bir də sizə buradan öndən buranın görüntüsü həqiqətən qəşəngdir, amma sırf yəni Avropa şəhərlərinin görüntüsüdür. Bu da sizə şəhərin tam mərkəzində müqəddəs Məryəm Ana Katolik kilsəsi. Şəhərdə görülməsi lazım olan top 10 listəsində birincidir. Novi Sad birincidir. Qışdır, ancaq günəş yenə də gözümü deşir. Çox təəssüf ki, kilsəyə girə bilmədik. Bu heyrətamiz görüntüyə ancaq çöldən baxa bilirik. Bilmirəm, iş qrafik yazılmır, yəni internetdə açıq olduğu yazılır. Ancaq işləmir. Bağlıdır daha doğrusu.
şəhərin düz mərkəzində gözəl bir musiqi sədaları ilə gəzintimizə davam edirik. Deməli uşaqlar, burada hardasa 2-3 həftə əvvəl bir qatar qəzası baş verib. Hardasa 20 nəfər faciəvi şəkildə həlak olubdu. Çünki şəhərdə artıq neçə yerdə mitinqlər gördük. Mənə də maraqlı gəlir ki, bu mitinqlər nədir? Araşdırdım ki, sən demə Novi Sadda hardasa 3 həftə əvvəl bir qatar qəzası baş verib və ölkə prezidentini bir növ istifaya çağırır bir növ insanlar və onların həmin ölən şəxslərin burada şəkilləridir. Onu da belə yad eləməyə çalışırlar. Avtovağzalda da gördüm, orada da belə mitingdən qalan izlər var idi. Bəzi yerlər sınıb dağılmışdı. Hazırdır. Bura haraydı? Yahudilərin sinagogı olan. Burada çünki Novi Sadın başqa görməli yerlərindən biri də sinagogdur. Burada hardasa əhali olaraq təxminən 20 minə yaxın Yahudi yaşayıbdı o vaxtda. İndiki əhalini bilmirəm nə qədər Yahudi yaşayır. Amma vaxtında burada çox Yahudi yaşayıb. İkinci Dünya müharibəsində də çox çətinliklərlə üzləşiblər. Və belə bir sinagoglar var. Şəhərin simvolik yerlərindən biridir. Çox böyükdür həqiqətən. İndi içərisinə çəkiliş elə bilsək edəcəyik. Çünki belə dini məbədlərə əsasən icazə verilmir. Amma birtəhər çəkməyə çalışırıq. Salam xala. Çalışacağım, göstərim sizə. Gəlin, getdik. Sinagogun qapısında daha doğrusu qapısına gələndə gördük ki, bağlıdır. Yan tərəfdə axram var idi. Onu çağırdıq, açar ondaydı və adam başından 100 dinar almaqla qapını açdı. Bilmirəm bu yəni qanuni bir şeydir yoxsa yox. Yəni dini məbəddən pul alırlar Allah üçün. Məncə qanunsuz bir şəkildə belə edir. Sadəcə açar onda olduğu üçün istifadə edir yəni bundan. Nəysə, bunu boş verək. Yəni həyatımda ilk dəfədir sinagogda olduğum üçün qəribə hiss edirəm. Yəni ilk dəfədir sinagogun içərisinə girirəm və qəribədir doğrudan. Həm qəribədir, həm maraqlıdır. Və bu da Dunay çayı. Əslində bu həm Novi Saddan keçir, həm Belqraddan keçir Dunay çayı. Kirli Dunay çayı. Əslində böyükdür. Nişava çayından qat-qat böyükdür. Bir də ən görməli yerlərdən biri tam yuxarıdakı bunker. İkinci Dünya müharibəsində bir növ həm qoruyucu məqsədlə qala kimi istifadə olunurdu. Həm də içərisində, baxın o sarı binandan Dunay çayının altına qədər olan məsafədə böyük bir bunker var. Hətta bu bunker o qədər böyükdür ki, içəridə işləyənlər belə tam içərisini dəqiq şəkildə bilmirlər. Yəni tövsiyə olunmur ora girib hər yerini, çünki azma ehtimalınız var. Minlərcə qapısı var, girib yəni oradan çıxmaya bilərsiniz. İndi görək açıqdırsa girib baxacağam. Artıq yorulma hissləri müşahidə olunur. Ayanda da həmçinin yuxarıya çıxana kimi dəhşət hündürdədir. Gözəl bir amma panoramı var. Onu göstərəcəm sizə. Çinlilər də yaman çox. Salam, salam.
Bu da Novi Sad qalasının arxa hissəsidir. Burada arxamda Dunay çayı. Mənzərə həqiqətən mükəmməldir. Burada adam səhərə qədər oturar, mənzərəyə baxa bilər.